30 yaşlı Azərbaycanlı səyyah bu dəfə fərqli və uzun müddətli səyahətə çıxıb. Məqsədi Kür çayının yuxarı axarından başlayaraq tək nəfərlik qayıqla çayın aşağı axını boyunca avar çəkmək və 550 kilometrdən artıq məsafəni qət edərək Xəzər dənizinə birləşdiyi əraziyə çatmaqdır. Gənc səyyah artıq bu marşrutun böyük hissəsini geridə qoyub. 20 gün ərzində təxminən 500 kilometr məsafə qət edən səyyah qarşıdakı son kilometrləri də avar çəkərək başa vurmağı planlaşdırır. Bu Kür layihəsi çox maraqlı qarşılandı insanlar tərəfindən. Mənim üçün də çox böyük bir təcrübə idi. Yolun ortasında bəzən olurdu ki, yəni dayanırdım, gün vururdu, deyirdim ki, gedə bilməyəcəm, amma insanların mənə verdiyi motivasiya, insanların Kür qırağına mənə əl sallamaqları, salamlamaqları, qonaq eləməkləri çox üst səviyyə idi. Səyyah deyir ki, bu yalnız fiziki güc və dözümlülük tələb edən səyahət deyil. Layihənin əsas məqsədlərindən biri də avar çəkmə idmanının gənclər arasında daha da populyarlaşdırmaq, sağlam həyat tərzinə marağı artırmaqdır. Səfərin digər mühüm mesajı isə ekologiya ilə bağlıdır. Gənc səyyah Kür boyunca hərəkət etdikcə çayın və ətraf ərazilərin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkməyə çalışıb. Onun sözlərinə görə, təbiətin qorunması yalnız aidiyyəti qurumların deyil, hər bir insanın məsuliyyətindədir. Mais Ağayev, Yaqub Mehdoğlu, BTV Xəbər, Salyan.